nəfsinə görədir. Qəlbin səmaya yönəlməsi onun yumuşaqlığıdır və sonra günah gəlir və ora qaraltı düşür və hər dəfə düşdüyü zaman onun yumuşaqlığını aparır. Yumuşaqlığını aparır və aşağı çevrilir, təpəsi aşağı. Və onun hidayətinə səbəb olmaq istəyirsənsə, yəni hidayətin artıq ora girəcək bir yer tapmır. Çünki onun ağzı aşağıdır. Kəlkuz, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kəlkuzi mucəxiyyə, yəni çevrilmiş kasa kimi olur. Yəni aşağıdan sən nə qədər töksən də özündə heç nə saxlamır. Və həmçinin də fitnələri özünə çəkən, fitnələr hopan bir qəlb də belədir. Qaralır, çevrilir. Necə ki Allah Teala'nın dediyi kimi, Kəllə bəl rane alə qulubihim mə kənu yeksibun. Xeyr. Onların qazandığı günahlar onların qəlblərini qaplamışdır. Və qəlblərin sərtləşməsi üçün ən böyük misal onun qəflətdir. İnsanda qəflət hasil olur sərtləşdikdən sonra. Və bundan sonra digər fəsadlar ortaya çıxır. Və bundan sonra insan etdiyi günahlara məhəl qoymur. Asiliklərə, itaətlərə, yaxşı əməllərə biganə yanaşır. Yaxşı əməllərə çevrilib baxmır. Allah Teala A'raf surəsində buyurur: "Və laqad zara'na li cehenneme kesiran minel cinni vel ins." Biz cəhənnəm üçün çoxlu cinlər və insanlar yaratdıq. Ləhum qulubun la yefqahuna biha. Onların qəlbləri var, duyur amma haqqı duymurlar. Və ləhum a'yunun la yubsiruna biha. Gözləri var, görür amma haqqı görmürlər. Və ləhum azanun la yesma'una biha. Qulaqları var, eşidir, haqqı eşitmirlər. Ulaika kel en'am bel hum adal. Onlar malqara kimidirlər, malqaradan da daha zəlalətdədirlər. Ulaika humul gafilun. Məhz onlardır qafillər. Yəni gözlər açıqdır və görürsən o gözləri ilə yeməyi tapır, içəcəyi bir şeyi, geyinəcək bir şeyi əldə edir dünyadan. Və həmçinin də qulaq da açıqdır, yəni qulaq da eşidir. Yəni dünyavi işlərdən ehtiyac olanları eşidir. Qəlb də mövcuddur. Yəni qəlb də yeməyi ilə, içməyi ilə məşğuldur. Deməli insan qulağı, qəlbi və gözü ilə faydalanmır. Yəni Allaha yaxınlaşdıracaq bir iş üçün faydalanmır. Və buna görə Allah Teala buyurur ki, "Ulaika kel en'am." Onlar malqara kimidirlər. Bəli, malqara kimi. Yəni heyvanlar, malqara, hətta uzun qulaq məscidin yanında olarsa, xutbəni eşitsə belə o xutbədən faydalanmır. Və yaxud da digər heyvanlar. Yəni Allah Teala qəlbləri qəflətdə olanları malqaraya bənzətmişdir. Sonra buyurur ki, "Bəlhum adal." Və onlar malqaradan da daha zəlalətdədirlər. Yəni çünki malqaranın ağılları yoxdur ki, mükəlləf olsunlar. Amma bu insanın isə ağlı vardır. Ağlı olduğu halda nəyə oxşadılır? Malqaraya oxşadılır. Yəni artıq yediyinə məhəl qoymur, yediyi halaldır, haramdır və həmçinin günahlara gedir və buna görə də malqaradan da daha aşağı olmuş olur. Allah Teala hər birimizi qorusun.